Təcrübə bizə göstərir ki, bu qapı dəstəkləri ki var, bu qapı dəstəkləri özlərini o qədər də doğrultmur. Dartıb çıxartmalıdır və buradan açılır. Panikada onu başa düşmək, anlamaq, onu çıxartmaq kimin ağlına gəlir? Panik anında bu krışkanı çıxardıb onu dartmaq nə dərəcədə realdır? Qəza anında məntiqlə həmin o blok siqnal ötürməlidir ki, qapı dəstəkləri açılsın. Dəyərli izləyicilər, deməli qarşımızda Çin istehsalı olan bir avtomobil var, hansı ki müasir avtomobillərin görünüşü və bu avtomobillərdəki bəzi funksiyalar var ki, bir çox sürücülərimiz bu funksiyalarla tanış deyil. Tanış olsalar belə, bunun hansı formada istifadə olunur, hansı şəraitdə o funksiyaları necə istifadə etmək lazım olduğunu çox dəqiq bilmirlər. Təəssüflər olsun ki, qəza halları baş verəndə, yüngül toxunuşlarda, bir toqquşmalarda dəstəyi, bu avtomobillərin gizli dəstəkləri var ki, həmin dəstəklər çöl tərəfdən qapılar açılmır. Yəni ki, hər hansı bir formada qəza baş versə, xırda bir toxunuşdan gedir söhbət. Çöldən bu avtomobillərin dəstəyini açmaq olmur. Amma içəridən bu avtomobilin dəstəyini açmaq olur, necə açmaq olur? Bəzən panikada olur içəridəki sərnişin və sürücü həmin o qapını içəridən açmağı düzgün bilmir və nəticədə dəhşətli hadisələr baş verir. Bununla bağlı detallı məlumatları bizə yanımızda Əlövsət usta var, avtomobillərlə bağlı çox peşəkar ustadır, elektrikdir, avtomobillərlə bağlı bütün məsələləri Əlövsət ustadan maraqlana bilərsiniz, danışa bilərsiniz. İndi bizə detallı danışacaq Əlövsət usta, xoş gördük usta. Detallı göstərin bizə, qapı çöldən açıla bilmirsə, xırda bir toqquşmada və hər hansı bir qəza baş versin, İçəridə necə açılır? Ön qapı və arxa qapı bununla bağlı məlumat verin. İki funksiyamız var. Yəni bu qapılar həm elektron açılmaqla açıla bilir və belə deyək də mexaniki tərəfdən də qapı açma olur. Elektron normal bildiyimiz düymə vasitəsilə açılır. Mexaniki isə bax bu düymədir, yəni mexaniki düymədir. Bunu yuxarı dartmaqla bu qapı yəni çölə açılır rahat bir şəkildə. Amma elektron dəstək içəridə artıq işə düşmürsə, avtomatik oradan açmaq lazım. Avtomatik biz buradan aça bilirik qapımızı. Amma arxa qapıda ön qapıya nisbətən vəziyyət biraz dəyişiklidir orada. Qoyun mən sizə onu da əyani olaraq göstərim. Burada biraz fərqlənir məsələ. Çünki orada artıq rahat düymədirsə, burada belə deyək, qapaq çıxmalıdır. Bu qapaq çıxandan sonra sarı bir dəstək, yəni rəngin fərqi yoxdur, dəstək olur və bu dəstəyi dartmaqla siz yenə də mexaniki qapınızı aça bilirsiniz. Bu funksiyanı necə qiymətləndirirsiniz? Bu olmalıdırmı, yoxsa olmalı deyil? Zənnimcə bu funksiya, yəni avtomobil yenidir, gəlin onu başa düşək və hər avtomobil yeni bir model ərsəyə gələndə orada çatışan və çatışmayan nüanslar və məsələlər olur və zavodlar geri dönüşlər sayəsində avtomobili təkmilləşdirməyə çalışırlar. Əvvəlki yol verdikləri o səhvləri, gözlərini yəni hər hansı bir çatışmazlıqları təkmilləşdikcə aradan qaldırırlar. Bu dünya təcrübəsidir. Belə şeylər olur avtomobillərdə. Yəni avtomobillər sırf zavoddan çıxanda dörd dörtlük olmur. Yəni sürüldükcə problemlər üzə çıxdıqca onlar da o problemləri aradan qaldırırlar və yeni nəsil avtomobillərdə bu məsələlər bağlanır. Dəyərli izləyicilər, bir şey çatdırmaq istəyirəm nəzərinizə ki, bu gizli dəstəklər əslində birinci növbədə avtomobilin vizual görünüşü və aerodinamikası üçün nəzərdə tutulub. Yəni avtomobil yolda hər hansı bir sürətdə küləyə yaymaq və digər o daha rahat sürüş üçün belə bir formada təchiz olunub dəstəklər. Amma məsələ burasındadır ki, Əlövsət usta, bir toqquşma baş verəndə bloklanmaq məsələsi niyə bloklanır? Yəni nədir səbəb ki, qapılar çöldən açılmır? Bloklanmanın bir dənə səbəbi olur. Bu avtomobilin salon bloku ki var, o funksiyaları o icra edir salonda, yəni salona aid olan funksiyaları. Yəni şəxsən mənim özümə hələ qaranlıqdır ki, o niyə bloklayır? Əslində qalanda qəza anında daha münasib olardı ki, bu qapı dəstəkləri çölə açılsın. Amma elə bütün avtomobillərdə bunu şamil eləmək olmaz. Bəzi avtomobillər var ki, bloklanan avtomobillər də var, bloklanmayan avtomobillər var. Hamısına demək olmaz ki, sırf belə deyək, qapı dəstəyi əgər içəridəsə qəza anında hamısı bloklanır. Yəni belə bir təcrübə yoxdur. Konkret olaraq bu funksiya sizcə düzgündürmü, düzgün deyilmi? Mənim subyektiv fikrim, qapılar, mən ümumiyyətlə o köhnə qapı dəstəklərini dəstəkləyən insanlardanam. Yəni ənənəvi qapı dəstəkləri olsaydı mənim üçün daha xoş olardı. Əslinə qalanda bu ildən artıq istehsalçılar bu gizli qapı dəstəklərindən imtina ediblər. Yəni yeni avtomobillərdə yeni belə deyək qapı dəstəkləri montaj olunacaq. Sırf ənənəvi dəstəklərlə buraxılacaq. Çünki bu kimi problemlər var və müşahidə olunur ki, bu böyük problemdir. Çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm.